42 yaşında 6 ildən sonra qızımız ilk dəfə ana olmağa hazırlaşır. 2 il bundan əvvəl həmləlik olmuşdu, amma 20 həftəsində düşük olmuşdu. Sonra qızımız gəldi yanıma və bütün yoxlanışlardan sonra problemləri çıxdı. Gilaxta alma problemi, uşaqlıq boyun çatışmamazlığı, hormonal problem və sairə problemlər, hətta qızımızda böyrək problemi də var idi. Müalicə olundu, sonra təkrar qızımız həmləlik baş verdi və vurğulamaq istəyirəm ki, əkiz həmləlikdir. Bu sürprizdir biz üçün. Həmləliyimiz eyni, çox çətin keçdi. Düşük riskimiz, erkən doğuş riskimiz, uşaqlıq boyunda 13-14 həftədə sirkulyaj qoyulub, dikiş qoyulub və 33 həftə qızımız elə yataqda idi. Xəstəxanada 2 dəfə uzanıb, 2 dəfə böyrək xəstəxanada uzanıb, stend qoyulub, sidikdə zülal, qan, leykosit və s. laxtalanma, amma şükürlər olsun 33 həftəyə çatdıq. Elə daimi bu 33 həftə müalicələrdə idi, antibiotik və s. müalicələr, kliksan, progesteronlar, yəni bütün müalicələr olunub. Bu həftəyə çatmışıq, 33-34 həftəyə acil olaraq əməliyyata gedirik ki, həm zülalı qalxıb, həm doğuş ağrıları başlayıb. Sizi təbrik edirəm. Dəqiqələr qalıb, siz mamaçika olasınız, arzunuza çatasınız. Yaxşı sizə sağlamışam doktor. Sizin sayınızda bugün mən övladlarımı qucağıma alacağım. İnşallah. Göydə Allah yerdəsiz. Sizin pasiyenlə mən narahat edirdim ki, doktor düşük xəbər. Siz mənə ürək dirək verirsiniz. Bugünə mənə çatdırdığınız üçün, bugün mən ana elədiyinizə görə təşəkkür edirəm. Çox sağ olun doktor. Göydə Allah yerdəsiz. Arzu edirəm ki, axıra kimi çataq. Düzdür, çox həyəcanlanırıq, qorxuruq ki, uşaqlar necə olur, həftəsi azdır, amma nə lazımda olunub. İnşallah hər şey yaxşı olar. Arzu edirəm siz də belə sevinəsiz. Əlbəttə ki, heç kim də belə bir riskli həmləlik keçməsin, heç kim də bir illər çəkməsin. Arzu edirəm ki, bütün mənim kimi övlad arzulayana Allah övlad qismət eləsin. Amin. Sizi də təbrik edirəm. Çox sağ olun doktor, təşəkkür edirəm. Nə yaxşı ki varsınız, yaxşı ki sizi tanımışam. Çox sağ olun. Gedirik mamaçika. Az qalıb, dəqiqələr qalıb. Arzunuza çatısınız, yəqin ki, inanın. Paka-paka. Əməliyyatımız sona çatdı. 2 dənə qızımız da sap-sağlamdı. Apardılar reanimasiya yoxlanışa. Şükürlər olsun, bu həftəyə çatdıq. Problemlərimiz çox idi, həmləliyimiz çətin idi. Sizi təbrik edirəm. Ana oldunuz, arzunuza çatdınız. İnşallah körpələr də 3 günə, 1 həftəyə düzələrlər və sizi evə yola salar. Çox sağ olun, təşəkkür edirəm. Göydə Allah yerdə sizə güvənib gəldim, ki, övladımı mənə verdiniz. Çox sağ olun. Allah sənə olun. Təbrik edirəm. Bu birinci taydı. Bu da ikinci. Bu da ikinci. Birinci kız. Çok sağ ol hacım, çok sağ ol. Birincisi 2 kilo 20, boyu da 42. İkinci kızımız 1 kilo 760, boyu da 40. İkisi böyle. Biri tontüs, biri biraz ağır. Biri papasına okşayır, biri mamasına. Benim kızımı sen xilas elədin. Çok sağ ol. Allah senden Problemler çok idi. Şükürler olsun 33 həftəyə çatdıq. Böyrək problemi, 23 həftədə qanaxma oldu, düşürdülər uşaqlar, şükür Allah'a ki. Bu həftəyə çatdıq və bu yaşda möcüzədir. Möcüzə balalar. Sizi də təbrik edirəm. Qızlar olsunlar.